Mədəniyyətin demək olar ki, bütün sahələrinə nüfuz edən süni intellekt film sənayesində də köklü inqilab yaradır. Bir vaxtlar aylarla davam edən, yüzlərlə insanın əməyinin tələb olunduğu istehsal prosesi bugün rəqəmsal alqoritmlər vasitəsilə daha sürətli, dəqiq və yaradıcı bir mərhələyə qədəm qoyur. Düzdür, hələ ki tam lazımi qədər inkişaf eləməyib. Bu generativ süni intellektdən söhbət gedir, yəni yaradıcı süni intellektdən. Ancaq müəyyən qədər işləri aradan qaldırmağa kömək edir. Yəni müəyyən problemləri aradan qaldırmağa kömək edir. Siz hər hansısa bir reklam filmi çəkimsinizsə, onun bir misal üçün orada bir partlama səhnəsi varsa, artıq onu nə 3D ilə, nə real eləməyə ehtiyacınız yoxdur. Süni intellektlə bu sizin 3 dəqiqənizi alır. Müasir kino artıq yalnız texnologiya və dekorasiya ilə qurulan dünya deyil, süni intellektin gücü ilə formalaşan yeni vizual kainatdır. Üz dəyişdirmə alqoritmləri isə aktyor oyununu tamamilə yeni səviyyəyə daşıyaraq personajlara daha incə emosiyalar, daha təbii mimikalar bəxş edir. Əlbəttə ki, real aktyor hal-hazırda daha yaxşıdır. Ancaq belə görünür ki, artıq ona da necə ehtiyacı olmayacaq, 1 ilə, 2 ilə texnik sahələr aradan çıxacaq və çıxmalıdır. Mən aktyorluğu da biraz texnik sahə kimi görürəm. Yəni artıq fikir qalacaq, yəni fikir adamları qalacaq ortada. Bu da məncə müəyyən bir dövrdə kimlər üçünsə pis olsa belə ümumilikdə inkişafa xeyirli bir şeydir. AI Az Qısa Filmlər Festivalı da süni intellektin kino istehsalının müxtəlif mərhələlərinə necə sirayət etdiyini araşdırır, həmçinin ssenaridən istehsaldan sonraki dövrə qədər onun həm yaradıcı, həm də texniki təsirlərini qiymətləndirir. Bizim festival Qafqazda ilk dəfədir ki, süni intellekt tərəfindən yaradılmış filmlər üzrə keçirilən bir festivaldır. Bizim festival kinematografiya və texnologiyaya marağı olan şəxslər, gənclər tərəfindən əsası qoyulub və məqsəd odur ki, texnologiya və yaradıcılığı bir araya gətirək. Bizdə məqsəd təkcə bu festivalla bitmir məsələ. Bizim planımız gələcəkdə burada başqa təlim-tədris məsələləri, startaplar və digər fəaliyyətləri də həyata keçirməkdir. Festivalın proqramı texnoloji yeniliklərlə yanaşı mədəni müxtəlifliyi ilə də seçilir. Yerli və xarici rejissorların ekran işləri festivalın palitrasını daha da zənginləşdirir. Müxtəlif yaradıcılıq məktəblərinin, mədəni baxışların və kino dillərinin birlikdə təqdim olunmasına şərait yaradır. Festivalda süni intellektlə yaradılmış filmlərin taleyinə məhz insan baxışı qərar verir. Filmlərin seçimi jürilər tərəfindən həyata keçirilir. Bizim bir jüri heyətimiz var. Onlar bütün filmlərə baxırlar və qiymətləndirmə həyata keçirirlər. O qiymətləndirmə əsasında yekunda ən çox bal toplamış film qalib seçilir. Dünya Kino Məktəbinin rəngarəngliyinin nümayiş etdirildiyi festivalda Azərbaycanın süni intellektlə yaradılan ən uzun metrajlı filminə də baxış getirildi. Məsələ qılınçda deyil, onu tutan biləkdədir. Amma bəzən biləkdə deyil, onu yönəldən... Rejissor Rəvan Muradovun imzasını daşıyan Xətaya adlı ekran əsəri Şah İsmailin atasının və qardaşlarının qətlə yetirilməsi ilə başlayan gərgin tarixi fonunu canlandırır, onun qisas ruhunda yetişdirildiyi illərə işıq tutur. Bütün Şeyx Heydər nəsli yox edildi, birindən başqa. Arzu Yusif, Bağır Kərimov, Elvin Cəfərov, Mədəniyyət xəbərləri.